Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Müharibə anonsu, gərginlik artır, sülh razılaşmasını pozmaq istəyirlər. Paşinyan açıqladı, Mustafayevin Ermənistana səfəri, detallar. Trump son zərbəyə hazırlaşır, İranla yeni müharibə planı açıqlandı. Ermənistan yaxınlarda Azərbaycana mal ixrac edəcək. Rusiyalı oliqarx Samvel Karapetyan hakimiyyətə gəlsə, Azərbaycan və Ermənistan arasında yeni müharibə qaçılmaz olacaq. Telegraf xəbər verir ki, bunu erməni politoloq Yelen Xokikyan deyib. Ekspert bildirib ki, oliqarx və sabiq prezident iyunun 7-sində keçiriləcək parlament seçkilərini rüşvət hesabına udmaq istəyir. Keçmişdə Ermənistan vətəndaşlarının səslərini oğurlamaq və hakimiyyəti qəsb etmək üçün bu cür vasitələrdən necə istifadə etdiklərinə nəzər salsaq, onların yenidən bu vasitələrə əl atması təəccüblü deyil. Onlar heç vaxt Ermənistan vətəndaşlarını anlamayıblar. Buna görə onlarla ünsiyyətdən qaçıblar. Ümidləri Ermənistan vətəndaşlarını pulla satın almaqdır. Amma düşünmürəm ki, bir dəfə cəhənnəmdən keçən vətəndaşlarımız bir daha ora qayıtmaq istəsinlər. Ekspertin sözlərinə görə Karapetyan və Koçaryan Ermənistan vətəndaşının gələcəyə olan inamını qırmaq istəyir. Rusiyapərəst qüvvələr hakimiyyətə gəlsələr çətinliklə əldə edilən sülh razılaşmalarını, Trump marşrutu layihəsini ləğv edəcəklərini söyləyirlər. Bu, onların müharibə gətirəcəyi anlamına gəlmirmi? Qarşıdakı seçkilər bizim hansı yolu seçəcəyimiz barədə olacaq. Demokratiya yoxsa əvvəlki həyata və ya oliqarxiyaya qayıdış. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin səfərini gizli saxladığımız barədə iddialar tamamilə yersizdir. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan mediaya açıqlamasında deyib. Onun sözlərinə görə məxfilik standartlarına əməl olunursa, bu təhlükəsizlik səbəbi ilə edilir. O əlavə edib ki, Ermənistan baş nazirinin müavini Azərbaycana səfər edib və orada da eyni standartlara əməl olunub. Mediaya sızmalar heç vaxt istisna edilə bilməz. Azərbaycana gəldikdə isə sızma olmayıb, Ermənistana gəldikdə isə olub. O, bunu çox vacib hadisə kimi qiymətləndirib. Baş nazir müavinləri arasında qarşılıqlı səfərləri sülh prosesinin institusionallaşması baxımından tarixi adlandıran Paşinyan ölkələr arasında təbii münasibətlərin, uzunmüddətli perspektivdə isə mehriban qonşuluq münasibətlərinin qurulmalı olduğunu vurğulayıb. Nikol Paşinyan İranın Respublika meydanında təşkil edilən rəqsin Azərbaycan baş nazirinin müavininin səfəri ilə heç bir əlaqəsi olmadığını da vurğulayıb. Biz istənilən xarici qonağı mümkün qədər səmimi qarşılamalıyıq, deyə o yekunlaşdırıb. Amerika Birləşmiş Ştatları Mərkəzi Komandanlığının komandanı Admiral Brett Cooper və Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi General Dean Cain bu gecə Prezident Donald Trumpa İrana qarşı yeni əməliyyat planları barədə 45 dəqiqə ərzində məlumat veriblər. Telegraf xəbər verir ki, bu barədə rəsmi mənbələrə istinadən İsrailin N12 telekanalı məlumat yayıb. Rəsmilərin sözlərinə görə bu toplantı Trumpın danışıqlardakı çıxılmaz vəziyyəti aradan qaldırmaq və ya müharibə bitməzdən əvvəl son zərbəni vurmaq üçün İranla hərbi əməliyyatları bərpa etməyi ciddi şəkildə düşündüyünü göstərir. Trumpla oxşar brifinq fevralın 26-sında Amerika Birləşmiş Ştatları və İsrailin İrana qarşı müharibəyə başlamasından 2 gün əvvəl keçirilmişdi. Amerika Birləşmiş Ştatları prezidentinə yaxın mənbə bildirib ki, son brifinq Donald Trumpın həmin vaxt müharibəyə başlamaq qərarına təsir edib. Məlumata görə Amerika Birləşmiş Ştatları Mərkəzi Komandanlığı İrana qarşı qısa və güclü hücumlar dalğası üçün plan hazırlayıb. Növbəti kampaniyaların İranın enerji infrastrukturuna yönələcəyi deyilir. Trump administrasiyası ümid edir ki, İran nüvə proqramı məsələsində daha çevik davranmaq istəyi ilə danışıqlar masasına qayıdacaq. Trumpa təqdim edilən digər plan Hörmüz boğazının bir hissəsinin nəzarətə götürülməsi, ticarət gəmiləri və neft tankerləri üçün açılmasına yönəlib. Mənbənin məlumatına görə belə bir əməliyyata quru qoşunları da cəlb edilə bilər. Brifinqdə qaldırılan digər variant isə İranın zənginləşdirilmiş uran ehtiyatının çıxarılması üçün xüsusi təyinatlı qüvvələrin əməliyyatıdır. Rəsmilər qeyd ediblər ki, hazırda Amerika Birləşmiş Ştatları prezidenti dəniz blokadasını İrana qarşı əsas təzyiq vasitəsi kimi görür, amma Tehran bu halda da təslim olmasa, hərbi əməliyyatlar nəzərdən keçiriləcək. Amerika Birləşmiş Ştatları ordusunun hazırladığı ssenarilərdən biri də İranın dəniz blokadasına cavab olaraq bölgədəki ABŞ qüvvələrinə qarşı hərbi əməliyyatlara başlaması ilə bağlıdır. ABŞ Mərkəzi Komandanlığı bu ehtimala qarşı da hazırlıq görür.
2025-ci ilin noyabr ayından indiyədək Azərbaycan ərazisi vasitəsilə Ermənistana təxminən 26 min ton mal idxal olunub. Teleqraf xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib. Baş nazirin sözlərinə görə, hazırda Ermənistandan malların ixracı üçün praktiki olaraq heç bir maneə və məhdudiyyət yoxdur. O qeyd edib ki, işgüzar dairələrin silahları təqdim olunub, yaxın vaxtlarda Ermənistandan müəyyən məhsul qruplarının Azərbaycana ixracı mümkündür. Nikol Paşinyan əlavə edib ki, indiyədək işgüzar dairələr öz siyahılarını iki ölkənin hökumətləri vasitəsilə təqdim ediblər. Amma ticarət axınları artdığı üçün hökumətlərin bu prosesi əvvəlki kimi idarə etməsi artıq məqsəduyğun deyil. Ona görə də bundan sonra əsas rol birbaşa işgüzar tərəflərin əməkdaşlığına yönələcək.